Məs şagirdlər, gəlin ədədlə bağlı bəzi məqamlara toxunaq. Birinci başlayaq bircə ədatından. Bircə. Deməli, bircə ədatı həm arzu ədatı kimi, bircə həm qüvvətləndirici ədat, bircə həm məhdudlaşdırıcı ədat. Məhdudlaşdırıcı ədat kimi çıxış edir. Burada daha doğrusu qüvvətləndirici ədat təkcə cənin özüdür. İndi baxaq. Əgər bircəni kaşki ilə əvəz ediriksə, arzu ədatı. Bircəni təkcə bir say C-yə qoşulursa, burada qüvvətləndirici ədat, bircə bəzi hallarda isə məhdudlaşdırıcı ədat kimi çıxış edir. Hansı hallarda? Təkcə yalnız sözlərinə qoşulduqda isə məhdudlaşdırıcı ədat kimi çıxış edir. Baxaq, məsələn, təkcə, yalnız. İndi deyirəm ki, ananın bircə arzusu var. Baxın, ananın bircə arzusu var. Əgər 1-i 2 ilə əvəz edə biliriksə, burada bir sayına təkcə ca ədatı qoşulub. Burada qüvvətləndirici ədatdır. Əgər 1-i 2 ilə əvəz edə biliriksə, burada biz bilmirik, ananın bircə arzusu var, ananın 2 arzusu da ola bilər, 3 arzusu da ola bilər. 1-i 2 ilə əvəz edə biliriksə, burada bir sayına C ədatı qoşulub. Burada qüvvətlendirici. Biri var, deyirəm ki, bu həyatda bircə sən məni başa düşürsən. Bu həyatda bircə sən məni, bu həyatda yalnız sən məni başa düşürsən dedikdə isə, burada bütöv bircənin özü ədatdır, məhdudlaşdırıcı ədatdır. Məhdudlaşdırıcı ədat. Biri də var, deyirəm ki, bircə öz qardaşını kənd yolunda qarşıladı. Baxın, burada nə deyir? Yalnız öz qardaşını kənd yolunda qarşıladı. Tək öz qardaşını kənd yolunda qarşıladı. Təkcə öz qardaşını kənd yolunda qarşıladı. Burada isə məhdudlaşdırıcı ədatdır. Yəni, əgər bircəni kaşki ilə əvəz edə biliriksə, arzu. Yalnızla təkcəni əvəz edə biliriksə, məhdudlaşdırıcı. Bircəni 2 ilə əvəz edə biliriksə, biri, bu zaman burada ca qüvvətləndiricidir. 1-2 saya qoşulubdur, yəni 1-ə qoşulubdur. Və yaxud da 2 də deyə bilərik, 2-cə də deyə bilərik. Bir də var, deyirəm ki, bircə ali məktəbə daxil ola bilsəydim. Görürsünüz, kaş ki ali məktəbə daxil ola bilsəydim. Burada isə arzu ədatı olur. Belə əziz şagirdlər, deməli bircə 3 məqamda işlənə bilər. Əgər siz də bu kimi qeydlərdən yararlanmaq istəyirsinizsə, dərsləri qayda öyrənmədən elə dərsdəcə başa düşmək istəyirsinizsə, ekranda yazılan 077 465 94
68 nömrəsi ilə əlaqə saxlayıb dəstlərə qoşula bilərsiniz. Təşəkkürlər dinlədiyiniz üçün.